Qəbri gizlindədir. Bir də deyirlər ki, nəyə görə dəfn olunanda gecə dəfn olunub. Qardaşım, demək ki, Fatimə radiyallahu anhənin qəbri məlum deyil, məchuldur. Bu söz xətadır, düzgün deyil, yalandır. Fatimə radiyallahu anhənin qəbri məlumdur, bilinir hardadır. Ümumiyyətlə, Fatimə radiyallahu anhə barəsində əhl-i sünnə mənbələrində kifayət qədər dəlillər var fəziləti haqqında. Fatimə radiyallahu anhə yer üzündə Allaha ən sevimli olan, ən şərəfli olan insanın qızı idi. Muhammed sallallahu aleyhi və səlləm. Təxminən hicrətin 2-ci ilində Peyğəmbərimiz onu, öz qızını İmam Əli ilə evləndirir. Və Peyğəmbər sallallahu aleyhi və səlləm dünyasını dəyişəndən sonra 6 ay sonra vəfat edir. Fəzilətli qadın idi. Vallahi əhl-i sünnə kitablarında Fatimənin fəziləti barəsində kifayət qədər dəlillər var. Məsələn, Peyğəmbər sallallahu aleyhi və səlləm hədislərin birində deyir ki, Fatiməyə, qiyamət günü mənə əhl-i beytimdən ilk qovuşan sən olacaqsan, deyir. Bu fəzilətidir Fatimənin. Yaxud məsələn, Ayşə radiyallahu anhə deyir ki, Fatimədən daha çox Peyğəmbərimizə oxşayan ikinci adam görmədim, deyir. Yəni, Peyğəmbərimizə ən çox oxşayan insan qızı Fatimə idi. Danışmasında, oturuşunda, duruşunda, yeriməsində, hətta danışmasında, söz deyəndə. Yaxud məsələn, fəzilətindən Cəbrail aleyhissalam, mələk, bir gün gəlir Peyğəmbərimizə deyir ki, Fatimə cənnətdə qadınların seyyidəsidir. Subhanallah. Həsən, Hüseyin cavanların seyyidi, Fatimə qadınların seyyidəsidir. Yaxud məsələn, Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, hədislərin birində elə ki, oğurluq baş verir, deyir ki, əgər qızım Fatimə o da oğurluq etsəydi, onun da əlini kəsərdim, deyir. Burada söhbət əl kəsməkdən getmir. Burada söhbət Fatimənin fəziləti var burada. Yəni, Peyğəmbər sallallahu aleyhi və səlləm özünə ən əziz olan insanı misal çəkdi. Ən sevimli insan, ən əziz olan Fatimə idi, qızı. Onu misal çəkdi. Fatimə oğurluq etsəydi, onun da əlini kəsərdim, deyir. Yaxud məsələn, fəzilətlərindən çoxdur. Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, Fatimə məndən bir parçadır. Mənim bir hissəmdir, yəni sanki. Onu narahat edən şeylər məni də narahat edir. Ona əziyyət verən şeylər mənə də əziyyət verir. Bu Fatimənin fəzilətidir, Allah ondan razı olsun. Hər bir halda Fatimə radiyallahu anhənin fəziləti barəsində əhl-i sünnə kitablarında hədislər, dəlillər kifayət qədərdir. Peyğəmbərimizin əhl-i beytidir. O ki, qaldı qəbri məchuldur, məlum deyil, bu yalandır, bu düzgün deyil. Həm qardaşım, Şiə məzhəbinin mənbələrində, həm Əhl-i Sünnə məzhəbinin mənbələrində baxanda görürük ki, Fatimənin qəbri məlumdur. Məsələn, Şiə məzhəbində baxanda alimləri, Şiə məzhəbinin alimləri öz kitablarında bu barədə danışıblar. Məsələn, Şeyx Saduq Mən lə yəhduruhul fəqih kitabında deyir ki, evində dəfn edilib. Məlumdur, evində. Yaxud məsələn, Şeyx Tusi Təhdibul Əhkəm kitabında, yaxud məsələn, Seyyid Muhammed Əl-Amili o da deyir evində. Məsələn, Abbas Qummi təfsirində deyir ki, evində dəfn edilib. Fatimə evində dəfn edildi. Hətta vallahi Şiə məzhəbinin alimlərindən deyənlər var ki, Bəqi qəbirstanlığında dəfn edilib Mədinədə. Yəni, Bəqi qəbirstanlığı məlumdur, məchul deyil yeri. Məsələn, Şeyx Saduq bu barədə danışanda Mən lə yəhduruhul fəqih, əl-fəqihu mən lə yəhduruhul fəqih kitabında deyir ki, 3 görüş var Şiə alimlərinin nəzdində. Biri evində dəfn edilib, 2 Ravdada dəfn edilib, 3 Bəqi qəbirstanlığında. Yəni, Bəqi qəbirstanlığında dəfn edilib deyənlər də var, yəni. Şiə məzhəbinin alimlərindən. Bəqi qəbirstanlığın yeri məchuldur bəyəm.
Yox. Lakin deyir ki, "Və sahihu indi", mənə görə səhih deyir, odur ki, evində dəfn edilib. Və Əhlüsünnə mənbələrində də baxanda görürük ki, Fatimə radiyallahu anhə Bəqi qəbristanlığında dəfn edilib, yeri, qəbri məlumdur, məchul deyil. O ki, qaldı gecə dəfn edilməsinə. Qardaşım, bir insanın gecə dəfn edilməsi bu eyib deyil, yəni. Bunu eyib kimi bilmək, görmək bu düzgün deyil. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm gecə dəfn edilmişdi. Yaxud məsələn, möminlərin anası Ayşə radiyallahu anhə gecə dəfn edilmişdi. O vaxt ümumiyyətlə ərəblərdə bilinən məruf məsələ idi, qadınların gecə dəfn edilməsi var idi. Fatimə radiyallahu anhənin həyasının şiddətindən gecə dəfn etdilər. Düzdür, bunu başqa şeylərlə əlaqələndirirlər. Nədənsə bağlayırlar, lakin bunlar heç biri düzgün deyil, yalandır. Fatimə radiyallahu anhə gecə dəfn edildi və qəbri də məlumdur, Bəqi qəbristanlığındadır. Allahu ələm. Allah razı olsun.